Aslan yoldaşlıqları demişkin var, mətbuat konfransı başlayır. Mətbuat konfransının yeganatın başlayıcısı Fərhan suallarınızı cavablandıracaq. Ələcə qısaca istəyirəm, fikirlərini bilirsiniz və sonra suallarınızı verin. Jornal o título lá, se fez um golo, mas a equipa reagiu muito bem em seguida. Com certeza o golo do empate. E a partir daí o jogo ficou mais equilibrado. Criámos algumas oportunidades para fazer o segundo golo, conseguimos concretizar, o adversário fez um gol. Ümumi oyuna heç də yaxşı başlamadıq. Qapımızda tez gol bıraxdıq. Buna baxmayaraq oyuncuların buna reaksiya verdi və bərabərlik golunu vurduq. Yəni o dönemdən sonra deyərdim ki, balanslı oyun gedirdi. Buna rağmen qapımızda ikinci golu bıraxdıq. Na segunda parte fomos tentando. Obviamente a equipa deles é uma equipa com jogadores com muita qualidade, tem a bola com facilidade, não perdem a bola com facilidade. Sözsüz ki, ikinci isə daha çətin keçir biz üçün, çünki rəqib komandanın oyuncuları çox yaxşı keyfiyyətli oyunculardan ibarətdir. Heç də əbəs boş yerə topları itirmirlər, topa yaxşı sahib çıxırlar. Mas a nossa equipa foi lutando sempre a acreditar que era possível chegar ao empate. Obviamente alguns jogadores começaram a ficar muito cansados, portanto fomos refrescando a equipa, de maneira que a equipa fosse sempre acreditando que era possível. Oyuncuların sona qədər inanırlar ki, en azından bərabərlik golunu vura biləcəklər, amma bəzi oyuncularında yorğunçuluq var idi, yorğun olduqlarına görə bu meydançada özünü göstərirdi və buna görə də mən yeni oyuncular bıraxmaq məcburiyyətində qaldım və komandanı elə ki, yenilirdim. E nos últimos 10-15 minutos tivemos 3 oportunidades para poder empatar o jogo, não conseguimos concretizar. Oyunun son 10-15 dəqiqəsində bunun 3 dənə gol epizodu var idi ki, arasında ki, gol vurub bərabərlik golunu vura bilərdi, amma yenə son nöqtəni qoymağa bacarmadıq. Futebol também precisa um pouco de sorte. Futbolda bəzən bəxt də olmalı. Os jogadores trabalharam muito, lutaram muito, tentaram. Portanto, estes dois jogos a equipa teve um nível aceitável, nota-se melhorias claras. Ümumi götürəndə bu şoğa oyuncuların razı qaldım, məmnun qaldım və deyərdim ki, daha da yaxşı çıxışlarla daha da imkan yaratır. Buraxılmaq sonlarında Qapçı Zəzəbirov hücuma atılırdı və gol vurmaq istədi. Baş məqsədini qarşılıq edir, yoxsa o Qapçının öz fikri idi? Foi a expressão minha, não é tomada essa decisão. Foi a expressão minha. Əlbəttə ki, mənim qərarım idi ki, o gedib qabaqda işlər çalışsın. Sual olmak, buyurun. Çok yoldaşı gözlerdik. Bir de karşıda nesil oyunlar gelir. Bir de bakta var. Ne dereceli düşmeksiz, nasıl meydanlar size hareket ediyorsunuz? Isso é digo aos jogadores. Isso eu vou dizer aos jogadores, eu não faço em público críticas aos jogadores. Isso guarda o que eu acho em relação a isso, o que é que temos que melhorar, digo aos jogadores, quando agora nos tiver com eles, vou mostrar aquilo que temos que melhorar. Bu elə bir aspektdir ki, mən bu barədə oyuncularımla danışıram. Nəyə daha yaxşı edə bilərik, nəyə daha narahat edir, nəyə üzrə daha çox işləyə bilərik. Bunu oyuncularla danışıram. Gelişəndə mən bu şeyləri deyirəm onlara. Da mesma forma que fiz antes deste jogo, disse o que é que na realidade tínhamos que melhorar em relação aos 2 jogos passados, o que é que tínhamos que melhorar, treinámos para melhorar estas situações. Son bu təlim məşq toplanışlarının üzərindən təlim məşq toplanışına baxanda, nələr üzərində işləməliysə, çalışdıq bu təlim məşq toplanışında onların üzərində işləyək və deyərdim ki, bu bizdə heç də pis alınmadı, daha da yaxşı şeylər, istədiyim şeyləri gördüm. Isso que vamos continuar a fazer. Também mostrar aquilo que fizemos bem, as coisas que os jogadores fizeram bem e também mostrar aquilo que temos que melhorar. Əlbəttə ki, çatışmayan cəhətlər də var, hansıların üzərində işləməliyik, amma nəyə oyuncularım yaxşı edirsə, mən bunu da onlara bildirməliyəm ki, onlar bizim bunu yaxşı edirlər, nəyi daha yaxşı edirlər. Buyurun.
Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. Bəs Portuqaliyada neçədir? Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. Bəs Portuqaliyada bu yaş neçədir? Não sei o que. Nem sei. Não sei. Sağ da efendim. Preciso ter a conforto. Onun ne alakası? Bom. Həmkarı bayaq